Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox asan toxunan bir naxışdır. Tək ilmələrdən əmələ gələn belə bir təs bir düz toxumuşam. Bu düz ilmələrdən əmələ gələn bir naxışdır. İki sırada da əmələ gəlir. Tez artan, çox asan toxunan bir naxışdır. Nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, papaq, uşaq ədyalına. Sapımdakı 100 qramlıq 250 metrəlik sapdır. Orta qalınlıqda bir sapdır. Onun üçün indi mən belə bir sapımı götürürəm. Bu sapım 300 metrəlik sapdır. 100 qramlıq 300 metrəlik. İndi mən bura qısa formada yığacağım milmin üstünə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığıram. 16 ilmek bəs eləyər bu naxışı göstərmək üçün. Artıq sapı da kəsirəm. İndi bunu mən naxış bir təs bir düzün üstündə olduğuna görə bunu da bir təs bir düz yığacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də bir təz bir düz. Bir təz bir düz. İndi tərs üzəndə tərsləri tərs, düzləri də düz toxuyuram. Birinci ilməni götürürəm, toxumuram. Qalan ilməkləri bir tərs, bir düz. Belə. İndi çox toxuyan deyiləm. Bu dezinkaz hissəsini kim nə qədər istəyir, o qədər də toxuya bilər. Mən indi burada birinci ilməni götürürəm. Bu ilməni 1, 2, 3 dəfə çıxardıram. Tərsi toxumadan götürürəm. Yəni düz ilməni yenə 1, 2, 3. Bir ilməkdən 3 ilmək çıxardıram. Tərsi yenə götürdüm. Tərsləri toxumuram. 1, 2, 3. Düzlərdən bir ilməkdən 3 ilmək çıxarıram. Tərsi yenə götürdüm. Yenə 1, 2, bu da 3. Axıra qədər belə toxuyuram. Yine tersi götürdüm. Düz ilməni 1, 2, 3. Yine tersi götürdüm. Kenardakini də ters toxudum. İndi kənarı yenə götürürəm. Buradan bu ters bu yüzden düz olur. Bunu düz toxudum. Bu 3 ilmek çıkartmıştım mildən. 1, 2, bu 3 ilmek.
3 ilmeği üçündən 1 ilmek çıxardıram, əvvəlki sayına gəlsin. Yəni düzəlir. Birdən 3 eləmişdim, indi 3 ilməkdən də 1 ilmek çıxardım. Yəni bu ilmək düz. Yəni bu üzdən ilməklər hələ hamısı düz alınır. 3'dən 1'ini çıxardım. Düz ilmeği də toxudum. Yine bir düz. Üç ilmekten bir ilmek çıkardım. Bu ilmeği yine düz. Bir düz. Buradan bu üç ilmekleri üçten bir eləyirəm. Əvvəldən bir idi, yine bir oldu. Üç ilməkdən yine birdən ilmek çıxardım. Kənarda tərs toxudum. Belə. Tumucuqlar əmələ gəlir, belə düyünlər. Kənarı yenə götürürəm. Bu ilməkləri düz toxuyuram. Birini tərs, birini düz. Tərsi ilə tərs toxuyuram. Bu üçdən bir çıxardığımı düz toxuyuram yenə. Əvvəldən də düz idi. İlməklər yenə bir düz, bir tərs olur. Kənarda tərs toxudum. Arxa üzdən yenə tərsi tərs, düzü də düz. Buradan yine bir sıra tərsləri tərs, düzləri də düz toxuyuram. Bu aradakı ilməkləri kim nə qədər istəyir? Mən 4 sıra toxuyuram. Kim istəyir 6 da toxuya bilər, 8 də toxuya bilər. Sıx da toxuya bilər. Tərs üzdən yenə də eyni şeyi təkrar edirik. Kənarı götürürəm. Yenə tərsləri tərs, düzləri də düz. Kənarı da tərs toxudum. İndi bura düz üzüdür. Düz üzündən yenə bu birinci sırada necə eləmişdiksə o cürdə toxuyuram. Birinci kənarı götürürəm. Buradan bu düz ilmənin içindən birini çıxardıram. Bir artırma eləyirəm. Yenə birini çıxardıram. Tərsi toxumuram. Yenə düz ilmədən birini çıxardıram. Birini artırıram. Yenə birini çıxardıram. Yenə tərsi toxumadım. Tərsləri heç birini toxumuram.
Ancaq düz ilməklərin birindən 3 ilmək çıxardıram. Sonra arxa üzündə həmin ilməklərin sayını düzəldirəm. Götürdüm, kənarı da tərs toxudum. Tərs üzdən yenə kənarı götürürəm. Bu düz ilməklərin 3 ilməyi üçündə. Bu birinci düzdür. Düzü toxuyuram. Sonra bu 3 ilməyin üçündə bir yerdə üçündən bir ilmək çıxardıram. Yenə düzü toxuyuram. 3 ilməyin üçündən bir ilmək çıxardıram. Düzü toxudum. Bu 3 ilməkdən bir ilmək çıxardıram. Axırıncını da 3 ilməkdir. Bu 3 ilməkdən bir ilmək çıxardım. Kənarı da tərs toxudum. İndi burada yenə düz üzüdür. 2 sıra düz üzdən, 2 sıra da arxa üzdən toxuyub, yenə həmin naxışı təkrar eləyirik. İndi buradan toxuyanda bir tərs, bir düz olur. Arxadan da bir tərs, bir düz. 2 sıra düz üzdən toxuyuruq, 2 sıra da arxa üzdən. Belə bir naxış alır düyünlər. Bu formada. Sağ olun, gələn videomda görüşənə qədər.